o ərə getdini, o oğlan. O hüquqşünas idi bildiyim qədər. Bura qədər bilirəm. Sonra uşağın atası. Belə gözəl tablo idi. Mən baxırdım videoda. Onun haqqında danışmaq istəmirəm çünki onun artıq öz ailəsi var. O ayıb olar. Mən danışa bilmərəm artıq o haqda. Yalnızca övladımın atasıdır bu qədər. Maşallah, nə tez evləndi o? Ola nə bilim, onu özünə sual verərsiniz. Allah xoşbəxt eləsin. Təşəkkür ederim. Onun üçüncü evliydi. Valla mən danışmaq istəmirəm o haqda, mənə düşməz. Siz danışmasanız da xanım, mən danışa bilmərəm. Siz danışmayın, amma o hazırdır. Elə bil ki, xoşdur. Ondan ayrılan kimi Aysun xanım... Mənim buna fikir bildirməyim doğru deyil. Xanım, xahiş edirəm. Siz adam, sonra bir şey olar, qalar bizim üstümüzdə. Bir dəqiqə, sizin deyir ki, mənim həmkarımdır, bir dəqiqə. Sizin həmkarınızdır, bizim də həmkarlar haqqında müzakirə olanda siz qoşulursunuz. Heç kimin ailəsinin içini bilmirsiniz, olmaz elə demək. Rəsmi şəkildə bu adamın internetdə, Facebookda, Instagramda